Elə yerlər ki var, Allah Taala onları müqəddəs bəyan eləyib, bildirib. Onlardan biri də Məkkə şəhəridir. İbadətdən ötəri əvvəlinci ev məhz Kəbə evidir. Orada Allahın açıq-aşkar dəlilləri, möcüzələri var. Elə o dəlillər, möcüzələrdən biri də Həzrəti İbrahim əleyhissalamın ayaq izləri həkk olunan, Kəbəni inşa etdiyi zaman çıxıb üzərində qaldığı, bəlkə məqam İbrahim ki, Allah buyurur ki, məqam-ı İbrahimi namaz qılan yer qərar verin ki, ümrə və həcc ziyarətində orada vacibdir ki, məqam-ı İbrahimin arxasında 2 rəkət təvaf namazı qılınsın. Bismillahirrahmanirrahim. Selamun aleyküm və rəhmətullah. Hər vaxtınız xeyirli olsun, əziz və möhtərəm izləyicilərimiz. Ümidvarıq, hər biriniz yaxşısınız. Allah gələn günlərinizi xeyir eləsin. Bugün həcc haqqında danışacağıq. Ümumiyyətlə Məkkə şəhəri haqqında söhbətimiz budur, mövzumuz budur. Həm söhbətim qonağım Binə qəsəbəsi İmam Rıza adına məscidin imamı, dəyərli ruhanimiz Hacı Həsən Hüseynoğludur. Salamlayıram Hacı, sizə xoş gəlmisiniz. Aleykümselam və rəhmətullah. Mən də salamlayıram sizləri və dəyərli 114 TV izləyicilərini və sizə və bütün heyətinizə təşəkkürümü bildirirəm ki, məni dəvət etdiyiniz. Allah razı olsun, şərəfdir bizim üçün. Hacı, Məkkə haqqında istərdim bir məlumat verəsiniz. Ümumiyyətlə, bizim hacılarımız artıq gediblər, oradadılar, Məkkə şəhərindədirlər. Allah ziyarətlərini qəbul eləsin, istəyənlər hər kəsə nəsib eləsin. Məkkə haqqında söz-söhbətlər dolaşır. Təbii ki, zaman-zaman olub, amma son dövrlər artıq biraz aktuallaşıb. Məkkə şəhəri haqqında bir məlumat verin. Sonra vaxtımız olsa da həccə ayinlərinə də toxunarıq inşallah. Buyurun. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və sallallahu əla seyyidina və nəbiyyina Muhammedin və alihi təyyibin tahirin. Bəli, müqəddəs Məkkə şəhəri. O şəhəri ki, Allah Taala and içir. Yeri, göyü, bütün şəhərləri, yerləri yaradan Allahdır. Lakin bəzi yerləri Allah Taala müqəddəs bildirir, bəyan edir. Məsələn, Həzrəti Musa əleyhissalamın ki, qissələri ki, Qur'an-ı Kərimdə var. Ya Musa, fəxlən aleyk, innəkə bilvadil müqəddəsi tuva. Çarıqlarını çıxart, ey Musa. Bu adi bir çöl deyil, sən müqəddəs Tuva çölündəsən. Yəni, elə yerlər ki var, Allah Taala onları müqəddəs bəyan eləyib, bildirib. Onlardan biri də Məkkə şəhəridir. Məkkə-i Mükərrəmə ki, Allah oranı görməyi, ziyarəti Allah cəmi mömin bacı qardaşlarımıza, müsəlman bacı qardaşlarımıza nəsib etsinir. La uqsimu bihazəl bələd. And olsun bu şəhərə. Bütün şəhərlər, bütün yerlər Allaha məxsusdur. Lakin Allah hər yerə gəldi, and içmir. Allahın and içməsi bizə bildirir ki, o yerin dəyərli olmağından, müqəddəs olmağından xəbər verir. La orada zaidədir, yəni artıq, yəni uqsimu bihazəl bələd, and olsun bu şəhərə. Nəinki and içmirəm, la uqsimu, yəni uqsimu bihazəl bələd. Bu şəhərə and olsun. And içirəm bu şəhərə ki, nəyə görə bir də? Əntə hillun bihazəl bələd, xatamul ənbiya, ey Peyğəmbər, ey mənim həbibim, sən bu şəhərdəsən, sənin şəhərindir. Bəli, Məkkə-i Mükərrəmə müqəddəs şəhər, müqəddəs yer. Qur'an-ı Kərimdə onun bir neçə adı gəlibdir, yəni ki, Bələdul Əmin, Hərəmullah adları Məkkə və Bəkkə. Bu şəhərin adlarıdır. Məsələn, Məkkə şəhəri adlanması Huvəl-ləzi kəffə əydiyəhum ənkum və əydiyəkum ən bibətni Məkkədir. Ayə-i şərifədəki Fəth surəsinin 24-cü ayəsi ki, Allah Teala ki, sizin əllərinizi onlardan, onların əlini sizdən bibətni Məkkətə, Məkkənin içində, daxilində ki, şəhərin adı Məkkə olaraq keçir. Amma istədim bir bazı təfsilatı ilə, çox da yorucu da olmasın əlbəttə ki, verilişin tutumunu, vaxtını nəzərə alaraq və həm də əziz izləyicilərimiz yorulmasın deyə. Amma müəyyən qədər təfsilatı ilə
Ali İmran surasının 96 və 97-ci ayələrini oxuyum. Çünki belə deyim, sizin sualınızla əlaqədar olaraq həm Məkkə, həm də həcc ziyarəti burada zikr olunur. Allah söz açır. İnne evvele beytin vuzi'a linnas lellezi bi Bekkete. Allah Teala buyurur, əvvəlinci ev ki, vəz olunub, yaradılıbdır. Əvvəlinci ev Bəkkədə olan evdir. Bəkkədə. Yəni Məkkədə olan Kəbə evindən söz açılır. Amma bəzi məqamlara istərdik ki, toxunaq. Yəni əvvəlinci necə? Axı, əgər Qur'an ayələrinə diqqət eləyəndə Həzrəti İbrahim əleyhissalamın o evi bina etməsi, tikməsi oğlu İsmaillə iz yərfə İbrahimul qəvaidə və İsmail, o zaman ki İbrahim oğlu İsmailin köməkliyi ilə ki onun sütunlarını qaldırdı. O evi ucaltdı. Ona qədər evlər olub, Həzrəti İbrahim əleyhissalamın doğulub başa çatdığı ev və ondan qabaq evlər olub. Amma Allah buyurur ki, əvvəlinci ev. Bəs ondan qabaq evlər olubdur. Niyə əvvəlinci ev adlanılır? Bir mənası budur ki, ibadətdən ötəri əvvəlinci ev məhz Kəbə evidir. Bir mənası budur. Və ümum rivayətlər, hədislər ki, buna deyir, işarə ki, xidmət üzrə səsləndirək, əvvəlinci ev həqiqətən elə Kəbə evi olubdur. Həzrəti Adəm əleyhissalam ki, nuzul eləyəndə yerə endiriləndə o yeri, o Kəbənin yerini Allah Teala hədislərdə var ki, səmadan nazil edib, mələklər nazil edib və mələklər ora nazil olardı. Həzrəti Nuh əleyhissalamın tufanında dağılıb, aradan gedibdir. Odur ki, ayədə də gəlir ki, və iz yərfəv İbrahimul qəvaid. Bunun mənası budur ki, yəni orada nə vaxtsa olub, onun özülü olub, yəni deyərik fundament olub. Bəli ki, sonradan oradan qaldırıbdır. Qəvaid, bəli, onun sütunları. Əvvəlinci ev, yəni elə həqiqi mənada, nəinki elə tək ibadət, elə əvvəlinci ev Allahın yaratdığı elə yer üzərində Kəbənin yerləşdiyi o yer olub, Kəbə evi olubdur və Dəhvul Ərz bir neçə gün bundan qabaq ki, Məkkə şəhərinin bir adı Ummul Qura, yəni şəhərlərin anası, yəni əsl odur. Əvvəlcə oranı Allah xəlq edib, ondan sonra bəlkə dünya genişlənib, bugünkü gördüyümüz vəziyyətdə, halda, genişlikdədir bəli. Və bir də qissə yadıma düşdü, mən istərdim elə bunu deyim. İmam Musa ibn Cəfər əleyhissalamdan da bunu nəql edirlər, amma mən onu gördüm Əl-Burhan təfsirində Həzrəti İmam Sadiq əleyhissalamın dövründə olub. Əbu Cəfər Mənsur Dəvaniki, o zalim Əbbasi xəlifəsi, baxmayaraq İmam Sadiq əleyhissalamdan düşmən idi, Əhl-i Beytə ki, kini kudurəti vardı. Amma bir məsələ, bir problem irəli çıxmışdı. Artıq onun zamanı idi. Yəni, baxın, müsəlmanların sayı artır, ölkələrin sayı artır, əhalinin sayı artır, həcc ziyarətinə gələnlərin, ümrə həcc ziyarətinə gələnlərin sayı artır. Qədimdə də elədir, Kəbənin yanında Qureyş, Məkkə cəmaatının evləri demək olar bitişmişdi. İndi deyilən o mətaf ki var, yəni təvaf ki edilir, o yerlərdə evləridir. Kəbənin demək olar həyəti yox kimi idi. Ətrafı çox dardı. Yəni ki, bir neçə adam belədində, bir dəstə adam orada təvaf edə bilərdi. Amma artıq genişləndirməyə ehtiyac var. Bir neçə ailələr köçmürlər. Bizim ev burada qədimdən olubdur. Neçə yüz illər bundan qabaq olubdur. Bizim ata-babamız İslam dinini qəbul etməmişdən qabaq evlərimiz olubdur burada. Onlar deyirlər ki, bu yer bizə məxsusdur. Bizim ev olubdur. Və təsəvvür edin, o dövrün alimləri, din, şəriət alimləri onlara heç bir şeyi sabit edə bilmirdilər ki, yox, bu yer Kəbəyə məxsusdur. Müraciət olundu, yəni əlacsız qalıb müraciət elədilər İmam Sadiq əleyhissalatu vəssalama. Həzrət bu ayəni oxudu ki, Ali İmran surasının 96-cı ayəsində ki, İnnə əvvələ beytin vuzi'a linnas. Yəni, ey cəmaat, siz deyirsiniz ki, bizim ev burada əvvəl olubdur. Amma Allah buyurur ki, əvvəlinci ev ki, vəz olunub, bəli ki, həmin ləlləzi bi Bəkkətə. Bəkkədə olan ev. Bəli, Bəkkə həmin
Kəbə yerləşən torpağın bir də Mətaf deyilən o bir parça yer Bəkkə adlanır, təfsirlərdə var. Amma ümumi şəhərin adı isə Məkkədir. Bəli. Oranın Bəkkə adlanması da ki, hədis rivayətlərdə Həzrət İmam Sadiq əleyhissalamdan soruşdular, nəyə görə ora Bəkkə adlanıb, Məkkə şəhəri, o yer Bəkkə adlanıb. Həzrət ki, innəmə summiyyət Məkkə bi Bəkkə, Məkkə ona görə Bəkkə adlanıb ki, li'ənnən nası yətəbakuna fiha. Çünki buka sözündən də ki, Bəkkə, yəni insanlar orada ağlayarlar. Qadın, kişi orada ağlayarlar, ibadət edənlər. Libuka innas havlaha fiha. Onun ətrafında insanların ağladığına görə ora Bəkkə adlanıbdır. Və həm də mən o baxdım lüğət kitablarına ki, ərəb dilində məsələn b və m hərfləri və mim və ba hərfləri yaxın olduğuna görə bir çox yerlərdə onlar məsələn lazım sözünü ərəblər lazib, sonra səməd sinlə səməd sözünə ərəb səbəd deyər belə. Eyni zamanda Məkkəyə mim hərfin ba hərfi ilə əvəz edib qədimdə elə Bəkkə deyərdilər bəlkə. Yəni bunlar da əlavə olaraq istədik qeyd edək. Şimdi bizi dinləyənlərin arasındakı cavan, gənc, ruhani qardaşlarımız da olur bəlkə. Əvvəlinci ev ki Allah yaradıbdır, xəlq eləyib, yəni o Bəkkə, yəni Məkkədə olan o Kəbə-i mübarəkə ki Allah Teala bu ki necə bir evdir? Mübarəkən və hudən lil aləmin. Mübarək, bərəkətli. Allah Qur'an-ı Kərimə bərəkətli buyurur ki, biz bərəkətli Qur'an nazil etdik ki, Qur'anın mübarəkər və yaxud ki, Qədir gecəsini inna ənzəlnahu fi leylətin mübarəkə. Biz Qur'anı mübarək bir gecədə nazil etdik. Ki, insanlar var, peyğəmbərlər, onlar mübarəkdirlər. Xanım Zəhra salamullah əleyha, Əhl-i Beyt əleyhissalam mübarəkdir. Həzrət Zəhranın salamullah əleyhanın Allah yanında olan adlarından biri də ki, mübarəkədir. Və yaxud Həzrəti İsa əleyhissalam, əla nəbiyyinə və aleyhi və əleyhissalam, inni Əbdullah, qalə inni Əbdullah dedi, mən Allahın bəndəsiyəm, beşikdə danışdı. Və cəaləni nəbiyyə, məni Allah peyğəmbər qərar verir, və cəaləni mübarəkən əynəmaq. Harada oluramsa olun, belə Allah məni mübarək qərar verir. Bəli, yerlər də var ki, mübarəkdir Allah yanında. Məkkəni Allah mübarəkən və hudən lil aləmin. Mübarək və aləmləri hidayət edən. Mən istərdim bir balaca haşiyə çıxım. Bir nəfər sual elədi, soruşdular ki, nəyə görə Həzrət Əleyhisselamı Allah Kəbədə dünyaya gətirdi? Əlbəttə bizim dəyərli ruhanilərimiz çalışıblar, cavablar veriblər. Mən böyük alimlərin kitablarına baxmışam, belə hər bir söz deyib. Yəni məsələn deyiblər ki, çün Kəbə evindən bütləri təmizləyəcək şəxs o olacaqdı. Bütlərdən təmizləyəcək o olacaqdı. Allah bunu bilirdi və onu da Kəbədə dünya. Bunlar hamısı yaxşı sözlərdir, yəni belə. Amma adamı doyuran sözlərdir. Bir Misirli xristiyan alimidir. Həzrət Əleyhisselam haqqında kitablar yazıbdır. İşarə eləyir, gözəl işarə eləyir. Mən də elə baxdım, doğrudan gördüm Qur'an ayələrində də bunu elə baxdım, seyr elədim. Özümə də o qədər ləzzət elədi. O dedi ki, çün Kəbə hidayət eləyəndir. Kəbə hidayət eləyəndir. Amma cansız hidayət eləyəndir. Həzrət Əleyhisselam hidayət eləyəndir. Amma canlı, həqiqi. Baxdım, yəni indi bəziləri soruşa bilər, o qədər hidayət eləyənlər var. Biz Peyğəmbər Əleyhisselamın dili ilə istəyirik danışaq. Qur'anın dili ilə istəyirik danışaq ki, məsələn, bu ayədə Kəbə haqqında mübarəkən və hudən lil aləmin. Aləmləri hidayət eləyən nədir? Kəbədir. Bu belə. İndi canlı Kəbə, canlı hidayət eləyən kimdir? Əhl-i sünnə və şiə, müfəssirləri yazırlar. Bu ayə var ki, ey Peyğəmbər, innəmə əntə munzir, sən inzar, sən qorxudansan, və likulli qavmin had, hər bir qovmi hidayət eləyən var. Peyğəmbər Əkrəm buyurur ki, ənə munzir və had huvə Ali ibn Əbi Talib. O Həzrəti Əlidir. Kəbə hudən hidayət edəndir və hadi Peyğəmbər Əleyhisselamın dili ilə ki, Əmirul Müminin Həzrəti Əli Əleyhisselam. Aləmləri hidayət edən Kəbə.
cansız, daşdan ibarət olan, aləmləri hidayət edən, amma bir canlı var, aləmləri hidayət edən. Kəbənin ruhu Əmirül Möminin Həzrəti Əli əleyhissalamdır. Onun canı Həzrəti Əli əleyhissalam. Quran təbir edən Had Həzrəti Əlidir və Huda Kəbədir. İstədim bunu ki, ərz edeyim. Allah əzr versin sizlərə. Sizə də. Bəli. Fihi ayatun bəyinat məqam-ı İbrahim və mən dəxələhu kana amina. Orada Allahın açıq-aşkar dəlilləri, möcüzələri var. Elə o dəlillər, möcüzələrdən biri də Allahın ayələrdən biri də məqam-ı İbrahim. Həzrəti İbrahim əleyhissalamın ayaq izləri həkk olunan, Kəbəni inşa etdiyi zaman çıxıb üzərində qaldığı, bəlkə məqam-ı İbrahim ki, Allah buyurur ki, məqam-ı İbrahimi namaz qılan yer qərar verin ki, ümrə və həcc ziyarətində orada vacibdir ki, məqam-ı İbrahimin arxasında 2 rəkət təvaf namazı qılınsın. İmam Baqir əleyhissalam buyurubdur ki, göydən nazil olan daşlar 3'dür. Səlasət. 3 daş göydən nazil olub. Biri məqam-ı İbrahimdir. Biri Həcərül Əsvəddir, qara daşdır. O da Kəbənin divarına bərkidilibdir. Biri də ki, Həzrəti Musa əleyhissalama nazil olan ki, o daş vardı ki, göydən nazil olmuşdu. Fironun zülmündən ki, götürüb apardı. Onları çölə. Susuzluqları nə cür sirab edirdi? Həzrəti Musa əleyhissalam əlindəki o əsa ilə vururdu. Fənbəcəsət min husnata əşrətə aynə. 12 dənə bulaq ondan fəvvara verirdi ki. Həzrət buyurdu ki, o daş bizim yanımızdadır və nəhayət indi o Ali Muhammedin qaiminin yanında olacaq. Yəni İmam Zaman Ağa, Cəlallahu Fərəcəhu Şərif. O zuhur eləyəndə ki, carçı car çəkəcək, onun yavərləri gəlsinlər. Və özləri ilə, yəni döyüşə gedən, su aparar, yemək aparar əskərin ki, bu cür nida olunar ki, yəni buna ehtiyac yoxdur. Yeməyə, suya ehtiyac yoxdur. Yəni özünüz gəlin. Və Həzrət Bəqiyyətullah İmam Mehdi Əcəlallahu Fərəcəhu Şərif özü və onun yarı ənsarı həmin o daş ki, Allahın hüccətinin yanında olacaq. O 3-cü daş ki, göydən nazil olan, Həzrəti Musaya nazil olan ki, Bəni İsrail şəcərə ki, Həcər deyərlər üzü istəyəm ki, 3 daş nazil olur. Biri də odur ki, inşallah İmam Mehdi əleyhissalam zuhur edəndə onun yanında olacaqdır. Bəli, Allah Teala öz dəlil möcüzələrindən biri, Kəbəyə məxsus olan möcüzələrdən biri də məqam-ı İbrahimi Allah Teala adlanıbdır. Və mən dəxələhu kana amina. Hər kəs ora daxil olarsa, əmniyyətdə olar, əminamanlıqda olar. Hətta quşlar belə, heyvanlar belə. Bilirsiniz ki, hərəmdə ov etmək haramdır. İstər ehramlı olsun, istər ehramsız adam olsun, hərəmdə ov etmək haramdır. Hətta ağcaqanada da icazə verir. Bəlkə hətta bir fikri məsələdir. Elə bir əmniyyət yeridir, əminamanlıq yeridir ki, hətta bir adam məsələn oğurluq eləyib, bir cinayət eləyib, gedib sığınıbdı ora. Onu orada tutub cəzalandırmaq din icazə vermir. Yaxşı necə eləyir? Qalsın beləcə. Yox. Bunun da qaydası var ki, amma icazə yoxdur ona bir yemək satsınlar, su satsınlar, ona yer versinlər o yerin cəmaat. Ta o ki oradan məcbur olub oradan çıxsın ki Allahın bəlkə Allahın bu şəriətin bu həddi icra olunsun belə onun barəsində. Çünki oranı Allah əminamanlıq yeri qərar veribdir. Amma istərdim bunun bir başqa tərəflərinə də işarə edeyim. Həzrət İmam Sadiq əleyhissalam bu ayəni oxudu və sual elədi. Oranı Allah əminamanlıq yeri qərar veribdir. Elədir. Və mən dəxələhu kana amin. Hər kəs ora daxil olarsa amandadır. Bəs necə oldu? Hicrətin 66-cı il idi, səhv etmirəmsə. Bəli, Zübeyir oğlu, Abdullah ibn Zübeyir, Bəni Üməyyənin, Yezidin ki, xilafət zamanında o da beyyət eləməmişdi. Gedib Məkkəni almışdı, götürmüşdü. Özünü xilafət qurmuşdu. Amma ta gəldi Hicrətin 66-cı ildə səhv etməm. Yəni bir neçə ildən sonra Həccac ibn Yusif, bilirsiniz ki, neçə dəfə hətta Məkkə mühasirəyə alındı, Kəbə dağıdıldı belə. Yandırıldı belə və onu da Abdullah ibn Zübeyri sığınmışdı ora. Kəbəyə sığınmışdı. Amma onu elə orada tutub Kəbənin yaxınlığında başını kəstilər. Bədəni də 3 gün
ki, asılı vəziyyətdə, nizələrə sancılmış asılı vəziyyətdə Məqam İbrahimin yanında, Həcərül Əsvədlə Məqam İbrahimin yaxınlığında o arada ki, yəni görk olsun da, yəni bundan sonra ki, baxsınlar, yəni Bəni Üməyyəyə qarşı çıxanların nə gözləyir aqibəti belə. Sözümüz onda yox. İmam Əleyhisselam burada ki, bəs niyə amanda olmadı o? Niyə amanda olmadı? Və mən dəxələhu. O düzdür, qrammatik baxımından, zahiri baxımından zəmir qaydır ora. Bəli. O evə. Amma baxıb görür ki, burada başqa bir şeylər də vardı. Başqa bir şeylər də vardı. Həzrət burada ki, o birisi nədən ibarətdir? Vilayəti Əli ibn Əbi Talib üçün hədisi qudsidə də var ki, Həzrəti Əlinin vilayəti Allah buyurur ki, mənim alınmaz qalamdır. Biz Əhl-i Beytin vilayəti, o beyt ki var, beytdən məqsəd Əhl-i Beyt əleyhissalamdır. Həmən hər kəs ora daxil olarsa, Allahın əzabından amandadır, nizat tapanlardandır. Bəlkə indi və mən dəxələhu kana aminə və lillahi hiccül beyti mən istəta iləyhi səbilə dalıca. Növbəti ayədə 97-ci ayədə Allah Teala buyurur ki, Allah üçündür. Allaha görədir. Həcc, yəni kəsrə ilə, fəthə ilə oxunub. Yəni, məşhur, yəni xüsusən Kufə qariləri və məşhur qarilər bunu kəsrə ilə oxuduğuna görə Həccül Beyt. Yəni ki, əksər qarilər Həccül Beyt deyiblər. Nəsə sözümüz onda yox. Hicc, həcc. Elə zilhəccə də deyilir, zilhiccə də deyilir. Allaha görədir o beytün həcc ziyarəti. Yəni Allah vacib buyurub kimlərə? Mən istəta iləyhi səbil. O kəslər ki, müstətidir. İstitaəti var, gücləri var. Bəli, istitaətin şərtləri də var. Bunlar fiqhi məsələlərdir. Zənnimcə bunlar üçün gərək ayrıca bir verilişlər olar ki, bəli, bu xüsusda danışırlar. Və ardınca Allah buyurur və mən kəfərə fə innəllaha qəniyyun ənil aləmin. Demirə hər kəs getməsə, hər kəs küfr etsə, yəni həcc vacib olan bir kəs, həcc vacib olan bir kəs səhlənkarlıq edib, ilahi əmri yerinə yetirməsə, həcdən boyun qaçırsa, desə də mən müsəlmanam, mən Quran əhliyəm, namaz qılan olsa da laf belə. Baxın, həcc ona vacibdir, heç bir maniyəsi yoxdur, amma üzürsüz səbəbə görə gedmirsə, görün Allah nə adı? Və mən kəfərə, hər kəs küfr etsə, və ona görə ki, Həzrət Peyğəmbər əleyhissalam, Əhl-i Beyt əleyhissalam buyurublar ki, bir kəsə ki, həcc vacib olar, heç bir maniyəsi yoxdur, müstətidir, bəli, gedə bilər, amma gedmirsə, üzürsüz səbəbə görə, yəni gedmirsə, baxmayaraq ki, özün müsəlman hesab edir, dünyadan nəsrani və yəhudi qolunda, yəni qeyri-müsəlman kimi dünyadan gedər. Hacı, Allah Teala həcci nəyə görə vacib edib? Bu suala cavab axtaranlar çoxdur. Ona görə də mən bu sualı vermək istədim sizə. Qısa da olsa, eşidək sizdən. Elə Əhl-i Beyt əleyhissalamın dili ilə desək, əlbəttə verilişin də vaxtının sonudur deyə, xanım Fatimə Zəhra salamullah əleyhanın fədəkiyyə xütbəsi var. Çox gözəl xütbə. Allah imanı nəyə görə vacib eləyib, namazı nəyə görə vacib etdi, orucu, zəkatı, bəli. Biz elə hədisin bir kəlmə bu yerin ki, Allah həcci vacib buyurdu. Vəl-həccə təşyidən lid-din. Dini gücləndirməkdən ötəri, dini, İslam dinini qüvvətli saxlamaqdan ötəri, İslam dininə izzət, güc bəxş etməkdən ötəri Allah Teala həcc ziyarətin vacib buyurur. Bəli, dünyanın dörd bir tərəfindən müsəlmanlar gəlirlər, bir yerdə böyük bir toplantı, böyük bir mərasimdir ki, bir-birlərinin adət ənənələrini, bir-birlərinin dərdini bilsinlər, bir-birlərinin qeydinə qalsınlar, bir olmaqların nümayiş etdirsinlər. Təəssüf ki, zahirən belə olur, amma bunun mahiyyətini çoxları dərk etmirlər. Mən Ramazan ayı söhbətlərində bunu demişdim. Bir əziz dostlarımızdan biri səfərlərdə olur, deyir, orada qeyri-müsəlman insanlar ki var, dostlarımızdır, dünyəvi elmlərlə məşğuldular, İslamla da maraqlanırlar. Deyir, siz müsəlmanların iki iş var ki, biz onu çox dəyərləndiririk, qiymətləndiririk. Biri mübarək Ramazan ayında oruç tutmaq. Biz də deyir, oruç tuturuq. Onlar o şəxslər dedi ki, müsəlman deyirlər. Müsəlman dostlarımıza ki, onlar ailə varidir, dostluq, onlara qoşuluruq.
hiss edir ki bizim mənəviyyatımız artır Ramazan ayının orucunda. Yəni bir də deyir, qibtə elədiyimiz şey sizdə bu həcc ziyarətidir ki, belə bir mərasim, belə bir təntənə ki, heç bir dində biz onu görməmişik. Xanım Zəhra salamullah əleyha buyurubdur ki, yəni həcci Allah nəyə görə vacib buyurdu ki, təşyidən din, dini güclü saxlamaqdan ötəri, dini gücləndirməkdən ötəri. Və bir kəlmə də onun savabı haqqında istərdim deyim ki, təşviq eləyək inşallah ki, imkanı olan qardaş bacılarımızı növbəti illərdə ki, səy göstərsinlər. Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, əl-həccü səvabuhəl cənnə. Həcc savabı budur ki, cənnətdir. Onun əvəzi Allahdan cənnətdir. İki adam Allahın qonağı sayılır. Allah ziyafətində sayılır. Biri mübarək Ramazan ayının orucunu tutar, du'itum ila ziyafətillah. Bir də həcc ziyarətində olan adam, Allah beytinin ziyarətində olan adam. Allahın qonaqları. Allahın qonaqlarıdırlar bunlar. Çox gözəl. Vəl umrətu, ümrə. Həccin özündə bir ümrə təməttü var, həcc təməttüdə. Ki, bir də başqa vaxtlarda bəli ki, ümrə-i müfrədə ziyarəti kiçik həccdir. Peyğəmbər əleyhissalam ki, həccül əsğər adlandırıb, kiçik həcc. Həcc ziyarətin ki, indi başlayıbdır, o həcc-i əkbərdir. Bəl umrətu kəffərətü li kulli zəmbin. Sur-i Kafidədir bu rivayət. Ümrə əvəzi, ümrənin savabı nədir ki, bütün günahların kəffarəsidir. Və yenə Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, eləm bil ennel umrətə hiyyəl həccül əsğər. Ümrə kiçik həccdir və ennə umrətən xeyrun minəd dünya və ma fiyhə. Ümrə, Kəbə evinin o ümrə ziyarəti, onu görüb ziyarət etmək, dünya və dünyada nə var ondan xeyirlidir. Bu dünya və dünyada nələr var ondan xeyirlidir. Kəbə evinə tamaşa eləmək, Kəbənin hovlunda, ətrafında Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyh buyurubdur ki, 120 savab vardır. 60'ı təvaf edənlərin, 40'ı namaz qılanların, 20'si də bilsən kimin, təvaf da etmirsən, namaz da qılmır, yorulmuşsan, oturub məhəbbətlə baxırsan Kəbə evinə. Bəlaları insandan uzaqlaşdırar. Hər baxışa ki, Allah Teala savab yazar, 20 savab da onun üçündür ki, Kəbə Beytullah, Allahın evi, amma sonda istərdim onu deyim ki, Allah, həqiqi Allah evi olan bizim qəlblərimizdə Allah onu abad eləsin. Allah qəlblərimizi abad eləsin, iman nuru ilə doldursun inşallah ki. Allah rəhmət eləsin, Nəsiminin bir beyti, şeiri var. Təvaf-ı Kəbənin gərçi savabı çoxdur ey Mövla. Könül Allah evidir, gəl təvaf etmək onu övlad. Düzdür, Kəbənin təvafının savabı çoxdur, sözsüz. Amma o məcazi mənada Allah evidir. Həqiqi Allah evi haradır? İnsanın qəlbidir. Peyğəmbər əleyhissalamdan soruşdular, Əynəllah? Allah hardadır? Biz dünənə qədər bütpərəstdik, görürdük daşdan, taxtadan, onları Allah bilib görürdü. İndi bildik ki, onlar heç. Sənin Rəbbivə iman gətirmiş. Bəs hardadır sənin, bizim Rəbbimiz hardadır? Həzrət budur ki, İnnəhu fi qulubi ibadihil mu'minin. Mömin bəndələrin qəlbindədir. Təvaf-ı Kəbənin gərçi savabı çoxdur ey Mövla, amma könül Allah evidir, gəl təvaf etmək onu övla. 7 göydən dəxi əla, könüldür billah ey Arif. Könül içində buldurlar rumuzu sirri ma ovha. Ma ovha nədir? Nəzm surəsində və ovha ila abdihi ma ovha meyracda Nəzm surəsində Allah Teala söz açır. Öz Həbibi Peyğəmbərə o şeyləri ki Allah vəhiy elədi, bir para şeyləri orada. Hansı ki ma kəzəbəl fuad ma rəa, qəlb gördüklərin heç zaman yalan saymaz. Yəni Peyğəmbər Əkrəmin qəlbindən ki. O qəlb ki var, Allah istəyən qəlbdir. Həqiqi hərəmullah, Allahın hərəmi odur. Allahın bir izzət-i cəlalına Kəbə-i Mükərrəməni görməyi, ziyarət eləməyi, ümrə, həcc ziyarətin cəmi arzusunda olanlara, bacı qardaşlarımıza Allah nəsib eləsin. Qurban bayramı günü gəlib yetişir. Allahın bir izzət-i cəlalına kəsdiyimiz qurbanları, kəsəcəyimiz qurbanları Allah qəbul etsin inşallah, dua edirik indidən. Və Allah Teala minada qurban kəsməyi cəmi mümin bacı qardaşlarımıza nəsib etsin inşallah. Amin, amin. Allah razı olsun. Allah Hacı. Var olasın. Allah ömrünüzə bərəkət versin sizin.
Əziz və möhtərəm izləyicilər, qarşıda gələn Qurban Bayramı münasibəti ilə hər birinizi təbrik edirik. Allah kəsdiyiniz qurbanları qəbul eləsin. Allah inşallah gələn günlərinizi bir daha xeyirli eləsin. Növbəti həftə görüşənə də sizdən sağollaşırıq. Sağ olun.